Sabahın xeyir İmamoğlu. Sabahın xeyir dayıoğlu. Nətərsən, nə var, nə yox? Nətərsən? Şükür, salamatçılıq. Vəziyyət saat. Şükür. Gedəkmi? Gəl İmamoğlu, gəl. Ya Allah. Hoş gördük. Nətərdir vəziyyət? Nə var, nə yox, nətər? Şükür, salamatçılıq. Evdə işdi. Hamı yaxşıdır. Getdik ya Allah. Ya Allah. O videonu göndərmişdilər ki, mənə birinci dəfə görəndə birinci gözlərimə inanmadım. Gördüyüm ki, doğrudan bura bizim böyük boya başa çatdığımız evdir bura. O qədər ağır gəldi ki, həqiqətən o qədər ağır gəldi ki, bizim uşaqlıq xatirələrimiz elə bildim ki, yanırdı orada. Nə bilim, yuxu kimi gəldi mənə ki, mən nəyi görürəm də, Elə adam təsir edir də, elə təsir edir ki, görürsən ki, böyük boya başa çatdığın ev nətə görürəm qabağında fərədir, şu an kilitliyin ev nətə yanır orada. O kəndlə xatirələr, o evlə bağlı. Elə onunla bağlı mən də dedim ki, gedək bir, nə bilim, bəlkə bir təskinlik olar, bəlkə bir təsəlli olar. Öz evin gözün görə ev yanır. Elə ki, tüstü sənin başından çıxır da. O çıxan tüstü sənin başından çıxır. İndi bizə bu cür ağır təsir edir, nə gör daima nətər təsir edir, o nədir ağır gəlir ki, ona. Bilmir, yəni hələ bilmir ki, bizim kəndə getməyimizi. Yəni mən deməmişəm. Ağa, atam de, dayın. Alo. Hə, yoldayıq, Bakıdan çıxmışıq yoldayıq. Hə, bu günləri elə dedim, gedib bugün qayıtmaq istəyirik, gedib mənim o... Ata zəng elədi, hə, dedi, israr eləyir. Onda dönək görək həm nətərdir vəziyyəti. Ürək eləmirəm, gedər, nəsə bir narahatçılıq olar, sonra o peşmançılıq olar, ona görə deyirəm, yoxsa başqa... Səhəti yaxşı olarsa aparaq. Amma indi həkimlə danış, yox, yaxşı döyürsə, da yaşda işin görür də, qardaş. Problemləri də var biraz səhəti ilə bağlı. Burada Qaşqının həyatında burada yaşamışıq. Bura bağlı Qarabağ Kanal İdarəsinin evləridir. Yəni burada 4-5 ailə yaşamışıq, Qaşqınlar. Ağdamlılar da olur, bizdə Şuşalılar, qohumlardır, bir də bizdə Ağdamlılar var. Səmədov Yılmalı İftanoğlu. Şuşa rayonu Şurla kəsir. Vallahi o illərdə aşıram kitab yazılmalıdır. Amma istəyirsən ki, o illəri biraz unutasan, mümkün olmur. Çünki uşaqlığımız, gençliyimiz orada olub. Oradakı üçün. 8 yaşına qədər orada yaşamışım. Ondan sonra yəni köç il olmuş. Bu kənddən çıxmışıq 1992-ci il may ayının 9-u. Əslində may ayının 8-i bizdə bir yüksəklik var, Uzavverdi yeri deyirik. Həmən o yüksəklikdə biz bir boğulu ilə heyvan aparmışdıq, xırda heyvanı elə bir şey orada otarmağa. Orada Şuşanın işğalının, Şuşanın yandırılmasını orada görürdük də, evlərin yandırılmasını. Gördük ki, yəni əməli başlı o atışma səsi yaxınlaşır. Bizi yəni kənddən çağırdılar ki, düşünün gəlin. İnsanlar həmişə elə bilirdilər ki,
Şuşamız doğrudan alınmaz bir qaladır. Demək o proses bəlkə də mənim ömrümün ən acınacaqlı bir prosesidir. Uşaqlar, qadınlar, hamilə gəlinlər, qocalar hansı ki, ayaqları yer tutmayanlar. Qışqırıq, hay, haray. Və bu Turşu kəndindən qədər bu prosesi bizim gözümüzün qabağında olur. Çox acınacaqlı bir vəziyyət idi. İnsanlar öz yaşadıkları dədə-baba yurtlarını durub tərk eləməklərinə, durub qıraqdan seyr eləmək və onlara heç bir kömək eləyə bilməmək. Yəni bütün kənd sakinləri hamı təşvişdə, xofluydu da. Yəni ki, bu hadisələr bizim də başımıza gələ bilər deyə hamı kəndi tərk eləyirdi. Xocalı alındı. Xocalı alınan günü ta illaf qorxu içində yaşadıq. Çünki Xocalı getdi. Onu Xocalı gedəndən sonra qaynanam Allah öləndən üzə rəhmət eləsin. Qaynanam bu balaca oğlumu bir də qızımın birini götürdü yataq deyilən yerə. Orada heyvan saxlayırdılar. Gəldilər ora, biz qaldıq. Yoldaşım, mən, bir də 3 oğlum. Gördük ki, yox, mümkün deyil. Şuşanı aldılar, düşdü dərən, yanımız dərədir də, elə belə dərənin içi elə bilirdin ki, dənizdir. Duman çöküb elə bilirdin. Şuşanı yandırmışdılar. 9'u yandırdılar, ən çox 9'un yandırdılar. 9'un günü yandırdılar, elə həmən günü də biz çıxdıq. Həmən günü anam təndirə çörək xəmir eləmişdi, təndirə çörək bişirmək üçün. Gəldi, yəni həmən çörəyi bişirib başa çatdıra da bilmədi. Kəndimiz iki şəlalənin arasındaydı. Bir uzun dərə şəlaləsi deyildi, bir də şişi deyildi. Ona görə də ora Şırran adlanır. Təbiəti gözəl, torpağı gözəl, iqlimi gözəl. Nə istəsən var idi. Əhali də əkinçiliklə, maldarlıqla məşğul olurdu. Yaxşı da dolanırdı. Şuşa 8-də alınmışdı. Səhər durduq ki, dərə dumanla dolu, tüstüylə dolu. Şuşa alınanda həmən günü hay düşdü, uşaqlar heyvanı çıxartdı, biz qaldıq yoldaşımla, biz qaldıq kətdə. Qaldıq, ta gördük yox, alman yoxdur. Mən də xamır qaçmışdım, çörək pişirirdim. Kündələdim, millət nə tər atdılarsa, bizdən yuxarı gəldi, nə tər düşsə, torpaqdır da, torpaq bax belə adam torpağın üstündə qaldı. Ondan sonra özüm də qorxdum. Yoldaşım dedi, dur gedək. Durduq, getdik, kündəni yarısı təndirdə çörəyin, yarısı kündəni getdim, yığdım bura, qapını örtdük, getdik. Bax, pərdələrimiz asılı, xalçamız elə yerə sərilir, Allaha and olsun, bax, elə çıxmış. Alo. Salam, axşamınız xeyir, Torçək. Mənəm, Gülmal mənim oğlu rahatdır. Sağ olun, siz yaxşı olasınız. Həkim, atam, anam kəndə getmək istəyir, kəndi ziyarət eləmək istəyir. Hə, ağa. Ata, danışdım həkimlə. Hə, həkim deyir, olar. Amma gərək özün yormaya, çox yürümək olmaz. Bir də ki, heyecanlanmaz olmasın. Hə, inşallah sabahları... İnşallah onda sabahları tezdən gedək Allahın köməyinə. Heyecanlanmaq nə heyecanlanmaq?
Qohumumuz yaşayır Göyçay rayonunda. Bu videonu göndərmişdim. Düşmənə ki, qalib gəldi. Yəni ondan sonra bu video çıxıb ortalığa. Video gəlincə elə bilirdik ki, biz elə nətər qoymuşuq, elə də qalıb. Amma video gələndə da gördük ki, yanığını. Onda da onu görəndə də elə bildik özümüz sırt açırıq. Bax, o bərabərdə biz onu süftə görəndə elə bildik ki, elə yanırıq. Deyə ata. Kəndimizin videosu. Ermənilər yandırıb. Bura məktəbin yanıdır. Məktəbin yanıdır. Ուրիշ գործեր հետ ոնց են։ Գործեր հետ Ejin olmamış kimi var, görsən sevinə-sevinə. Oturub qıraqdan baxılır. Քաղաքականության ժամանակ, քաղաքականության մենք իսկ բաղում եմ մակարու ժամանակ Ստեփանագերտում միշտ սիրուն հագնված, շապրված, կուլտուրական։ Հիմա ճիշտ գործ։ մի ժամանակ էր էլի։ Շուտով ենք սափորվենք, ամեն ինչ կանենք, գեղեցիկ կհագնենք, դուրս կգանք։ Հիմա սա է պետք է գործնա։ Bütün evləri yandırıblar da hamısını. Hamısı yandı. Çox güman ki, onlar evləri qarət edib sonra Qarət eləyib sonra yandı. Qarət edib sonra yandı. Orada bir elə haqq hesab vardı. Onu ara qoyurdu qaldı. Şimdi bunları gedib görək, bunlar nə danışırlar, özləri bir-birinə. Onu qəşəng bilir də, dil bilənlər bilir o nə deyir. Fatih Süleyman Dağcı'nın evini. Ev müəllimcinin evi, ev Onu müəllimcinin. tüsəllə çıxır, görürsən. Çıxır. Özü də maraqlı, bütün hamısı kətləri yandıra lentə alırlar. Birinci o qarət eləyənlər girirmiş kəndə. Amma ev müəllimcinin evi elə bir yanmır. Yox, bax hələ o salamatdır. O yandı. Salamatdır, hələ oran yandırmışlar. Bir yandırır, kimsə gedir, Görürsən, yandırır. deyə, ha, bax, bir Yandıranlar nəfər da gedir sağ kəndə sağ. asıl böyle, yer yandırmışlar. Baxdım ki, bu bizim evdə, babamgilin, nənəmgilin yaşadığı evdir. Bunlar bizim uşaqlıq xatirələrimizi yandırırlar bu evdə. Və onu oturub tamaşa edirlər. Çox ağır idi. Bunu izləmək doğrudan çox ağır idi. Dəfələrlə izlədim və mənə göndərən adam onu mənə ağlaya-ağlaya göndərmişdi ki, bu Niftalı kişinin evidir, Gürmal müəllimin evidir yanım. Ürəyimiz əsir, təzyiqimiz qalxır. Elə bil təzədən yaşayırıq da, yadımıza düşəndə elə bilik ki, onu təzədən yaşayırıq. İllərlə zəhmət şərtliyin, ondan sonra əziyyət şərtliyin, yaşadığın yer bir anın içində məhv olub gedir. Gözün qabağında çıxır. İmkanın olmur ki, qabağına olsun. Və görür orada nə hiss keçirir, onu görəndə. Nələr qəlbindən keçirir. Da gözünü açdığın o ağlın kəsəndən, oradan gələnə qədər bütün həyatın hamısı çınol lenti kimi gəlib gözün qabağına keçir. Günümüz bu yollarda keçir. O günləri xatırlayanda adam təsir olur. Oradan ən əziz elə torpağım. Bir mənim evimin yanmağıma təsir eləmir, mənim o torpağımın orada qalmağı, əsarət altında qalmağı, xatirə şəkilləri, uşaqlıq şəkilləri, məktəb həyatı, iş həyatı, hamısı o şəkillərdə əks olunur. Hamısı da yanım məhv olur. Yuxun gəlməyəndə fikirləşirdin ki, boyum qaldı, oyum qaldı, evim qaldı, şəraitim qaldı. Yenə şükür edirdik ki, şükür, uşaqları salamat çıxarmışıq. Sülhməramların nəzarətində bu tərəflərə yanı keçid yox idi, buraxmırdılar. Bu Şuşanın başının üstündə telestudiya yerdən çıxıb baxırdıq. Bu kəndin bəzi görünən yerlərinə həsrətlə baxırdıq. Qurban olum, Allaha həmin gündə yetişdi, 23-cü il sentyabrın 19-u.
bir günlük antiterror əməliyyatlarından sonra bizim kəndimiz də azad olundu. Sonuncu günü o oldu ki, elə gəldim idarəyə. Təsərrüfat kitablarını, ondan sonra müəyyən də sənədləri oradan götürdüyüm, mənim oradan götürdüyüm onlar olur. Uşaqlar da yanında balaca. Ondan sonra Allah'ın birliğine bir dənə o tülü də qoymadım aşağı. Çünki deyir, mən belə fikirləşirdim ki, mən onu götürüb oradan çıxsam, cəmaat məndən qabaq çıxar. O nöqteyi nəzərdən bir dənə əşya götürməmişik o evdə. Hamısı orada yanma deyil. Gece saat 9-10'a işleyende buradan gitmişik. Buradan gitmişik, oradan aşmışık Finge'ye gitmişik. Laçın rayonu Finge kendine. Gece orada kalmışıq, biz böyle gitmiştik de oraya. Gitmiştik ki, güya biraz aralanır, ara sakitləşir, qayıdacaq yerine. Getdik ki, o kəndin əhalisi bizdən qabaq gedikdi, artıq çıxıqdı. Bir gecə də orada gecələdik, səhərsi gün oradan getdik. 4 gecə, 3 gün yol getdik. Heç hardan işıq gəlmir. Bir dənə tankın, topun səsi gəlir. Başqa heç nə. Mənlə çıxan iş yoldaşım bir kişi var, Bədiyə bir kişi. Hər bulaqdan, hər çaydan keçdikcə bir ovuç götürüb içirik. Deyir də sudan içək, bir də bu bizə qismət olar olmaz. Dedim, yox deyəm, bu tür işlədirsən. Biz qayıdacağıq toplumumuza, elimizə. Yolda elə bir dəhşətli bir mənzərə var idi. Heyvanlar, yorulub qalan heyvanlar, yeni doğmuş heyvanlar, balası yanında, balalayandan sonra yəni o gedə bilmir və yemək yox, su yox, hamı acıb, quzu gətlər kəsdilər, indişim yadımda. Duzsuz, çörəksiz ət necə dadı verər, alaçı və nə bilməyəm, onu demək olmur. İnanırsan, elə bir ki, bir neçə vaxt ətdən biraz irpənən kimi oldum da ət yeyə bilmədim. Yəni o dad mənə o qədər pis təsir eləmişdi ki. Dağlıq, daş, qaya, Allah heç bəndiyə göstərməsin, pis bir münasibətlə getdik. Heyvanın mələşməsi, insanın qışqırığı. 1963-cü ildə bu Şırlan kəndində anadan olmuşam. Uşaqlıq devrim də burada keçib və orta məktəbə bu sol tərəfdə qalan və o ermənilər verən qoydu o məktəbdə oxumuşam. 9-u bütün kənd hamısı getdi, biz burada qaldıq 7 nəfər. Sonra onun ikisi də getdi, 8 nəfər. İkisi də getdi, qaldıq 6 nəfər. 6 nəfər, bizdə burada bir sursatımız yox, bir şey yox. Kəndi müdafiəsi ilə ki də bir görək nə olur da bunun axırı, bu nə tər olur, bu necə olacaq belə. Ayın 13-ünə qədər bu məktəbdə də ermənilər olub, bu kətdə də erməni olub. Sızmışlar bura, bunlar hamısı gəlib, onların kəşfiyyatçısı gəldi, bura getmişdi, bilirdi ki burada azdır. Getməsə hamısı girov qalacaqdı, oraya öcə bilməyəcəklər, uşağa götürəsən, böyük saqqalaq bir şeyi götürəsən, yeriyə bilməyən, gücün yeriyən insanlar var. Elə buna girov götürərlər bizi. Tüstü qarışmışdı qara, qar ona da dumana. Bax, elə bir əzab əziyyətinə biz çıxdıq orada ki, o olmasaydı o evlərin tüstü. Elə bileyim, o duman, seyrək duman gəlməsəydi, onlar biz vuracaqdıq. Qoymayacaq, o bizi xilas elədi. Anam biraz dözümlüydü, ancaq atam yox. Gecə mən baxırdım ki, bunun gözlərindən yaş axır. Deyirdim, niyə edirsən? Deyirdi, görən atamın, anamın qəbrindəysən. Mən o vaxt bir cür gəlirdi ki, babam olsa, nənəm olsa da. Sonra mən atamı, anamı Bakıda itirəndə mən inandırım sizi ki, mən gecə 12-də gelirdim, səhərə qədər qəbiristanda qaldım. Atamın yanında qaldım. Esselamu aleyküm ya əhl-i qubur, cəmiyyən vəl-müminə vəl-müminat vəl-müslüminə vəl-müslümat ələh-yâi mühüm vəl-əmvat və ilə ərvahiləyim, ruhiləyim, məlhuməyim, məxfurəyim, məzuləyim, məlumin bihaqqi Muhammedin və aleyh və bihürməti surətil Fatihə. Allahümme sallallahu aleyhi ve sellem. Bismillahirrahmanirrahim.
Qəbirlər dağılmışdı. Uşaqlar getdilər, düzəltdilər. Valideynlərin qəbri oldu. Bir də o babam, qoca nənəm, qoca babam, ondan sonra əmmələrim. Bir sözlə də nəsildə kim var da orduydu. Şükürlər. Allah rəhmət eləsin. Orada nə bilim, o qəbirstanlıqda elə bir şey yaşadıq ki, çox pis oldum. Yəni özümü də günahlandırdım ki, keşkə yəni bunu təkidinə baxmayaraq gətirmərdim. Atanın vəziyyəti çox pis oldu. Yəni elə bir ki, ayaqlar yenə kilitləndi, yeriyə bilmir. Güc bala ilə elə bir ki, onu qəbirstanlıqdan maşın çıxana qədər. Yaşlı insanlar üçün çox çətin. Burada böyüyüb yaşa çatıblar. Ağsaqqal yaşında onların qaçqın düşməyi, o möcüzə, o bizdən fəlakətdir. Onlar çox yaşa, heç kimi çox yaşaya bilməz. Yedi il burada yaşamışam. Bu torpaqda, bu yerdə. Evimizin deyək kəlafası durur, suğu durur, yanığı durur. Ağaçlar olmasa, hamısı appaçıq gözlər bir deyil, belə yuxarı, kəndin bir ucu bir deyil, gedir yuxarı. Bunlar hamısı sonradan bitmədi. Elə deyildi ki, belə ağac almamışdı ki. Elə bax, arı yeşiyin o yanan evin aşağı tərəfinə, tövlü ilə evin arasındaydı. Orada yaxşı yer vardı. Elə orada balkonda çay qoyurdum qabağıma. İçirdiyim arının işləməyini orada nəzarət fikir verirdim. Adıma ləzzət verirdi. O dərədən də bulaq çəkmişdi, su çəkmişdi, qapımızda krantımız vardı. Bu balaca kətdə hər bir həyətdə su var idi. Krant vardı. Nə bilim, elə tərbiyə. Altı səviyyədən qalan daşlar onlardır. Bütün hamı bax kubiklərini söküb aparırlar. Sadə heç huşum özümdə deyil. Birinci o deyil, oradan başlayanda huşum başımda deyil. Ata nə oldu da? Atam biraz halı qarışdı, vəziyyəti pis oldu, qayıtdı geri. Doluqdu, qayıtdı getdi. Niyə Allah səhət eyləsin, yox. Gəl ana, bax, buyur, gəl. Ata pis oldu, yox, gələ bilmədi. Həkim də demişdi axı, həyəcanlamaq olmaz, nə bilim, hərəkət eləyənmədi. Gəldi, oradan baxdı, oradan qayıtdı geri. Gətirə bilmədik, dözə bilmədik. Mən daşına da qurban olum, torpağına. Vallahi ora mümkün olmadı, gedə bilmədim. İndi həyəcanla mı olur? Elə gəlir, həyəcan bir yana, sinir ağrısı da bir yana ona görə. Yerimədi. Heç məsələn bir adım da ata bilmədim. Mən sizdən aralanıb getdim, biraz ağladım. Ondan sonra özümə gəldim. Təmiz tutulmuşdum. Bu bizim hamamımız. Onun içində paltar vannamda qaldı. Dedim şöyle yavaş bir şey deriye.
Çöreği pişirin, paltarı yuyun. Sesine kalmır, sesine. Qalan qalq sesinin şeyidir, ana. Dağlıq kətlərdə təndiri yerdən eləyirdik ki, tez soymasın. Buraydı, bax təndir. Deyə, təndirin bax, Hə, torpağı. torpağı. Hə, torpağı onunkidir. Hə. Təndir torpağı. Ha, ayağın altı gedər bibi. Getməz, getməz. Ayağın altı Yox, gedər. tutmuşam buradan. O böyle daş yığırdı. Dayak qıraqlarına daş yığırdı. Çox şeylər var idi. Yəni hamısı, yəni o belə yatdığım kravatdan, yorğandan, döşəkdən, yəni hər bir şey o mənim üçün əziz bir əşya idi. Burada belə rəhmətlik babamın bir xəncəri qalmışdı. O. Bir də ki, qədim bir somavar vardı. Onu tapsaq, atamla dünən yolda danışdıq. Dedi, sən oradan o əşyalardan, qazandan, mis qazandan hansısa birini tapsan ki, mənim üçün böyük bir şey. Axtarmaq fikrim var. Bilirsən, hamısı talayıflar. Bir şey qaldı. Heç biri. Yəni dəyərli nə var hamısını qarət edir. Nənəm vardı evdə, babam vardı evdə. Uşaqlığımız vardı evdə. Babamın bir kravatı vardı, o kişi onun üstündə yatardı. Biz nəvələri də nənəm qarışıq, onun ətrafına yığışardıq. O babamın kravatını görmək istəyərdim ki, birdən ki, kimisə evdə bizə acığı tutardı, hirslənərdi, biz o kravatın altına girərdik. Saxlanmaq üçün. Gedirdik quzu otarmağa, qoyun otarmağa və yaxud oynamağa. Oradan qaydırdıq. Evimizə 200 metr, 300 metr qalmış. Biz o çörəyin iyin hiss eləyirdik orada ki, bizim evdə çörək pişir. Və bu günləri tamam bibim çörək pişirdi orada. Doğrudan da elə bildim ki, məni 33 ilə qabağa qaytardı və biz o çörəyin tamını aldıq. Elə bir ki, o yarımçıq qalan çörəyindir. Deyirəm də. Bu gün gəldik, elə bir ki, onu tamamladım.
Deyirəm şükür ilahi. O vaxt yarımçıq qalan kündəmi, çörəyimi indi bərpa elədim, pişirdim, gətirdim həmən çox şükür. Mən bu gün çox sevinçliyəm. Yəni ki, gəlmişəm, oturmuşam bu sökülmüş, dağılmış evin divarlarında, hasarında. Bundan gözəl hiss yoxdur. Dağılmış olsa da belə. Yuxudan ayrılırdım, sizi inandırım Allah. Bu Şuşa sən azadsan deyəndə mən çox ağladım. Mən gecə yuxudan ayılanda mən özümü şilləliyirdim. Elə bildim yuxu görürəm bu aylı. Bir atam rəhmətə gedən də elə eləmişəm. İnanmazdım ki, bu yer yurd azad olar. Və plus sonra da görə ki, burada erməni yaşamıyor. Bu bilirsən bir tarixi möcüzədir. Gəldik bu kəndə. Bu səhnə də izləmək biraz acınacaqlıdır. Amma bir var, onu görəsən ki, düşmən yandırır. Bir günləri görəsən ki, bu kəndin azaddır. O necə ki 9 mayda saat 1-də düşdük, gəldik. Deyirəm anam çörək bişirirdi. Ha, bax elə bir günə ki, yeni qayıtdım həmin elə bir ki ana qayıtdım. Biz o çörəyi əgər bu günləri tamam bibim pişirdi, gətdi ortalığa çıxartdısa, hətta bu uçuq evdə olsa da belə. Onun dadı işğaldan qabaq pişən çörəyin dadından qat-qat yaxşı oldu. Qat-qat dadlı oldu, qat-qat yeməli oldu. Çörək gəldi bura, yenə burada süfrə açdı. Qardaşım uşaqları, sonra qohum əqrəblər də vardı. Yəni o bölüşdük ki, yəni həmin şeyi yaşayırıq da yenə. Yenə həmin çörək gəlir burada kəsilir. Süfrəmizin başı həmişə qonaqlı qaralır. 33 il bundan öncə qayıtdı. Həmin şey. Allah şükür torpaqlarımız alır. Biz yaşımız keçir. Amma bizim uşaqlarımız, nəvələrimiz, təhlükələrimiz gedib orada quruculuq işlərlə məşğul olub, oranı bərpa edəcək.